Akşamınız xeyir olsun hörmətli dostlar. Ben Rüstəm. Uzun illərdir sevimli vətənimiz Azərbaycandan kənarda yaşayıram. Rusiyada yaşayıram. Amma heç vaxt özümü vətəndən ayrılmış hiss eləməmişəm, ayrılmamışam, ayrı olmamışam. Və həmişə bütün hadisələri izləyirəm. Baş verənlərlə çox yaxından maraqlanıram. Son zamanlar vətənimizdə baş verən hadisələr əlbəttə çox mühüm hadisələr baş verib. Yaxşı cəhətdən, yaxşı tərəfdən çox hadisələr baş verib. Bunları görməmək, bunları qeyd eləməmək mümkün deyil. Torpaqlarımız demək, işğal altından azad olunub. İnsanlarımız qayıtmağa başlayırlar yavaş-yavaş öz köhnə yurd yuvalarına. Bununla yanaşı bu yaxşıları görmək asaddır. Amma ürək ağrıdan çox məsələlər də var ki, hansılar ki, məni bir Azərbaycanlı kimi çox incidir, mənə çox pis təsir eləyir. Azərbaycanın o qədər daxili problemləri var, məsələn onu müəyyən kanallar göstərirlər. Az da olsa müəyyən xarici kanallar da göstərir. Başqa ümumiyyətlə informasiya çatır da bu zaman, bu dövran deyil ki, bir zamanlar ki, Sovetlər dövründə hər şey qapalı idi. O demək, səs boğanlar, stansiyalar işləyirdi, amma yenə informasiya almaq olurdu. Yenə indiki zamanda tempoyla çox rahat səs almaq, məlumat toplamaq çox asandır. Məni son zamanlar demək, bir hadisə çox belə düşündürür. Demək, hər il iyun ayında başlayır, bu məsələ qalxır, ortaya gəlir. İyun hadisələri barədə danışılır, kanallarda söhbətlər gedir, ekspertlər çıxış eləyir, müxtəlif adamlar danışır. Bir müddət danışırlar, sonra hər şey sakitləşir, güya yaddan, elə bil ki, sanki yaddan çıxmış kimi olur. Sonradan yenə başlayır. Amma bu il nəsə biraz, bunun demək, biraz da yox. Mahiyyəti bu hadisələrin dəyişib elə bil ki, belə xüsusi bir demək, sürət alıb, elə bil ki, başqa bir formada göstərilir. Mən nəyi demək istəyirəm? Son zamanlar keçmiş Müdafiə Naziri, ən çox da gündəmə gələn o keçmiş Müdafiə Naziri Rəhim Qaziyevdir. Hamısı demək, kanallardan başlayırlar, bir neçə belə bir kiçik bir kəsim, qrup insanlar var ki, onun üzərinə gedirlər, başlayırlar danışmağa, təqrir edici sözlər deyirlər. Mən nəyə görə bu işə qarışdım, açıq deyim sizə. Bir neçə il bundan öncə mən də bir məqalə yazmışdım bu haqda. O məqalə elə bu saatda durur Telegram kanalda. Mən orada məqaləni belə yazmışdım ki, demək, o bir mülahizə, bir versiya şəklində ki, bu belə ola bilərdi. Sonra mən bu məqalənin bir hissəsini səsləndirdim. Rəhim Qaziyev mənə zəng elədi ki, bəs doğru demirsiniz. Dedim, Rəhim bəy dedim, əgər siz sözünüz varsa, buyurun danışaq, söhbət eləyək. Amma gəlin qarşılıqlı belə şərt kəsək ki, qarşılıqlı da hörmət daxilində olsun hər bir şey. Mən deyil, heç vaxt elə adam deyiləm. Doğrudan da çox hörmətlə aramızda söhbət oldu, bir-birimizi anladıq. Sonra bizim şəxsi görüşümüz oldu. Və mən anladım ki, mənim orada qabağa sürdüyüm o mülahizələr çox yanlışdır da, belə. Onun haqqında dediklərim yanlışdır. O adam mənə sübut elədi. İndi yenə düşürlər, bəzi yoldaşlar düşürlər bunun üstünə. Qardaş, ölkənin daxilində problem yoxdur bəyəm? Niyə məsələ o boyda tərtər hadisələrindən danışan yoxdur? Niyə rüşvətxorluqdan danışan yoxdur?
Niyə polisin öz başınalığından danışan yoxdur? Məsələ, o vaxtı Gədəbəydə o qızıl mədənlərinin üzərində məsələ qalmışdı. Polis heç nəyin üstündə yaşlı bir qadın getdiyi yerdə yürüyüb gəlib onun gözünə qaz pülür. Niyə bax onu görən olmur? Ondan danışan olmur. Hamı tökülür Rəhəm Qazıyevin üstünə. Rəhəm Qaziyev tək başına o da olsaydı, bu qədər iş görə bilməzdi ki, hər şeyi onun belinə yükləyəsiniz. Ya demək, hər yaxşı işdə bir başqaları qabaqdadır, hər pis şeydə Rəhəm Qaziyev. Bəli, Rəhəm Qaziyevin də səhvi ola bilərdi. Çox mümkün, çox güman ki, o boyda vəzifəni idarə edirsən, dövlət yeni qurulur, ordu yoxdur. Açıq demək lazımdır, o adam da elə hərbiçi olmadan, o qədər, nə qədər çalışır, heç olmasa onun çalışmağına qiymət verin. Biraz abır həyalı danışır da, heç olmasa ayıbdır. Onun da qohumları var, onun da tanışları var, dostları var. Nə olur belə? Hər şey, hər yoldan ötən hərə bir daş atır. Hər yoldan ötən. Ondan başqa hələ mən bir şey eşitdim. Sadəcə olaraq çox belə dəhşətli bir şey deyir. Onu demək, rəsmi sənəd veriblər ki, sənin müdafiə naziri olmağın haqqında heç bir məlumat yoxdur. Nətər yoxdur? Belə Azərbaycanda bir belə insan var, onu təsdiq edir. Bəs onda o nə deməkdir? Yoxdur. Bəs onda onun imza atdığı sənədlərin axırı nə olur? O vaxtda bir düşünən varmı? Belə çox acayip vəziyyətdir. Yoldaşlar, əvvəli gəlin belə bir-birinizə qarşı, hamının səhvi var, hamının heç kəs müqəddəs deyil. Hamının səhvi var, hamı müəyyən səhvlərə yol vermişdir müəyyən vaxtlarda. Gəlin, dayanın, bir-birimizə hörmətlə yanaşaq, bir-birimizlə demək, anlaşdıraq səhvimiz nədədir? Səhvimizə baxıb irəli gedək. Yoxsa elə hər yaxşı şey birinin adına yaz, hər pis şey birinin adına yaz, illərdir, 30 ildən çox vaxt keçib, yenə həmən hadisə, həmən işlənmiş valı nə qədər oxutmaq olar? Dayanmaq lazımdır. Biraz ayıb eləmək lazımdır ki, insanlar bu insanlara qarşı da hörmətsizlik deyirlər. Hər efirə çıxanda Rəhəm Qaziyev, Rəhəm Qaziyev, Rəhəm Qaziyev. Niyə başqaları gedənlərin arxasınca danışırlar, amma indi hakimiyyətdə olub, necə deyirlər, qılıncının dalı qabaq kəsənlər haqqında heç nə söz deyə bilmirlər. Bu ləyaqətsizlikdir. Bu yanaşmanı yığışdırmaq lazımdır. Çox sağ olun, məndən bu qədər.